Hörmətli sədrlər, birliyimizin üzvləri, idarə heyətinin üzvləri. Artıq bugündən idarə heyətimiz əvvəlki qaydada fəaliyyətin bərpa eləyəcək. İdarə heyətinə üzvləri qəbul eləyəcəm və orada fəaliyyətimiz barədə məlumat verəcəm. Bugün birliyimizin yaranmasının 3 illik yubiley günüdür. Bu münasibətlə hər birinizi təbrik edirəm. Hər birinizə uğurlu gün, möhkəm can sağlığı arzu edirəm. Gələn günləriniz bol ruzili, bərəkətli olsun. Eyni zamanda sabah il axır çərşənbəsidir, yəni torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi münasibəti ilə də bütün üzvlərimi təbrik edirəm. Hər birinizə yenə də yüksək nailiyyətlər arzu edirəm. Ən əsas odur ki, can sağlığı və hər birinizə möhkəm can sağlığı arzu edirəm. Bildiyiniz kimi 3 il müddətində birliyimiz, rayon, şəhər təşkilatlarımız, üzvlərimiz bir çox nailiyyətlərə imza atıb. Bir çox görülməyən işlərin görülməsinə nail olmuşuq. Bir çox tədbirlər keçirtmişik. Görüşlərimiz olub. Müəyyən problemin həll olunmasına nail olmuşuq. Əlimiz təmiz, alnımız açıq, üzümüz ağ, irəliyə doğru addımlayaq. Hər birinizi bir daha birliyimizin 3 ilinin tamam olması münasibətilə təbrik edirəm. Təbrik edirəm. Buradan diqqətinizə çatdırıram ki, Azərbaycanın bugünkü nailiyyətləri 1988-ci ildən başlayan müharibənin Azərbaycan xeyrinə həll olunmasıdır. Bu yolda çoxlu sayda igidlərimiz, qəhrəmanlarımız şəhid olub. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Onlar şəhidlik zirvəsinə yüksəldilər ki, biz bugün yaxşı yaşayaq. Biz bugün xalqımıza, vətənimizə onların yolunu davam etdirməklə əlimizdən gələn köməyi eləyək. Necə onlar bizə öz köməyini göstərdilər, biz də onların yaxınlarına, qohum əqrəbəsinə, ailə üzvlərinə, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edək. Sağ olun, uğurlar daim sizdən olsun.